Hiperonim, hiponim. Nədir bunların fərqi? Və ümumiyyətlə bunlar nə deməkdir? Hansı mənanı bildirir bunlar? Bilirsiniz ki, 2026-cı il çərçivəsində bu mövzulara da yer verilmişdir. Əvvəlcə adlarının mənasından başlayaq, sonra rahat yadda saxlamaq olacaq. Nim. Nim, bilirsiniz ki, dəfələrlə demişik, name Almanca, name İngiliscə, nam Farsça, nim, hamısı ad deməkdir. Məsələn, amonim sözündə homo, eyni, nim ad deməkdir. Eyni adlı, eyni söz. Hiperonimdə də hiper sözünü bilirsiniz də, hiper, yüksək, uca, böyük, hiperbola sözündə də var, hipermarket sözündə də var. Hiperonim anlayışın üst təbəqəsidir, yuxarısıdır. Hiponim isə onun aşağısıdır. Qısacası, hiponim, hiperonimin içində olan bir şeydir. Bu qədər bəsit. Nümunələrlə baxaq. Məsələn, ən məşhur nümunə var, heyvan. Heyvanın hər hansı bir növünün adını çəkirəmsə, məsələn, it. Heyvan hiperonimdir, it hiponimdir. Bəs indi elə ola bilərmi? Məsələn, çox tez-tez belə testlərlə qarşılaşacaqsınız, istər publik şəkildə, istər onlayn sınaqlarda. Hansı nümunədə, məsələn, filan söz həm hiperonimdir, həm hiponimdir? Bu necə ola bilər? Məsələn, deyirdik ki, tabelsiz mürəkkəb cümlələrdə eyni cümlə həm nəticədir, həm səbəbdir. Birinin nəticəsi olmalıdır, o birisinin səbəbi. Burada da, məsələn, mən itin də altında bir dənə növ ayırsam, məsələn, bulldog. Heyvan it. Burada it hiponimdir, amma it bulldog. Burada it hiperonimdir, bulldog hiponimdir. Və yaxud da meyvələrə baxaq. Deyirəm ki, məsələn, meyvə hiperonim, bunun hiponimi tutaq ki, alma. İndi bir dənə alma növü deyə bilərsiniz. Mən rahatlıqla deyə bilərəm onlarla. Məsələn, Napolyon. Napolyon almanın növüdür. Deməli, Napolyon burada hiponimdir. Alma isə hiperonimdir. Alma hiperoniminin hiponimləri nədir? Almanın növləri. Məsələn, Napolyon, Palmet, Belfron və s. Nə qədər alma növü varsa saya bilərsiniz. Və yaxud da, elə heyvanla başqa bir davam edək. Heyvan, balıq, balığın da hiponimlərini siz yazın. Çünki bizim zonanın geniş yayılmış fəaliyyət sahəsi deyil. Siz daha rahatlıqla yaza bilərsiniz. Mən də deyə bilərəm. Sadəcə sizə buraxıram ki, bir neçə dənə balıq hiponimi yazaq. Bu qədər bəsit bir şeydir.